Salam, hər vaxtınız xeyir əziz Futqas TV izləyiciləri. Xoş gördük sizləri. Sizin qarşınızda yenə biz Transfer Radarının artıq 31-ci buraxılışında qarşınızda həmişəki kimi Ziya Əsgərov. Ziya, salam, necəsən? Çox sağ ol Rafael, izləyicilərimizə salamlayıram. Buradan hər kəsə, bizi izləyənlərə salam olsun. Artıq Transfer Radarının 31-ci buraxılışıdır. Bəli. Bizi yeni xəbərlərlə qarşınıza gəlmişəm. Buraxılışa keçməzdən öncə bildirim ki, videonu bəyənib kanala abunə olmağı unutmayın. Çünki baxıram ki, çox baxışlar olur, ancaq videonu bəyənib kanala abunə olanların sayı azdır. Bizə dəstək olmaq istəyirsinizsə kanala abunə olun və videonu bəyənin ki, daha da yaxşı xəbərlərlə, daha da yeni xəbərlərlə sizlərin qarşısında. Mən sənin sözünü statistik cəhətdən təsdiqləyim. Bizim kanalı izləyənlərin 75% kanala abunə deyil. Yəni bu çox böyük bir göstəricidir. Lakin bunu artıq azaltmalıyıq. Bəli, bunu azaltmaq lazımdır. Ona görə ilk öncə kanala abunə olun. Hər həftənin 6-cı günü saat 12 radələrində Ziyanın verilişi sizin qarşınızda olacaq. Elə isə başlayaq xəbərlərə. Transfer xəbərlərinə keçməzdən öncə transfer haqqında bir-iki məlumat verməli olacaqdım. Bəzən rəydə görürəm ki, izləyicilər yazırlar ki, bu transferlər bir qədər kəsat keçdi, yeni adlar olmadı. Bir çox səhifələrə baxıram, Instagram səhifələri olsun, Facebook və yaxud da Telegram səhifələri. Ümumiyyətlə, klubla aidiyyatı olmayan bir futbolcunu klubun adına yazırlar. Hal-hazırda, məsələn, transfer bazarında yüzlərlə, minlərlə futbolcular var, hücumçular var, yarım müdafiəçilər var ki, açıq bazardadırlar. İstənilən bir səhifə, istənilən bir futbolçunu istənilən bir klubumuza yaza bilərlər. Məsələn, necə ki, Jimmy Vardy Neftçi söhbəti çıxmışsa, yəni heç bir aidiyyatı olmayan bir məsələ idi. Qarabağın da adına bir çox futbolçular çıxarırlar ki, o futbolçuların Qarabağla və yaxud da Neftçi ilə və yaxud da Sabah klubu ilə heç bir aidiyyatı yoxdur. Ona görə biz dəqiq nə xəbərlər varsa sizlərə çatdırırıq. Transferlər az olacaq. Az deyəcəyik, çox olduqca isə daha çox məlumatlar çatdırmağa çalışacaq. Elə isə başlayaq Qarabağdan Rafael. Qarabağ transfer bazarına bu il doğrudan da çox yaxşı girdi. Ötən ili unutturmaq istəyir transfer uğursuzluğunu Qarabağ bizlərə. Tam iki fərqli klubdur, yəni unutturmur, tamamilə fərqlidir. Qarabağ artıq bu etdiyi transferlərə 5 milyon avro xərcləyib. 5 milyon avro, bura maaş bütçəsi daxil deyil, ümumi verilən bonservis daxildir. Hələ Qarabağın azad agent statusunda transfer etdiyi futbolçular da var. Qarabağ yeni transferə hazırlaşır. Bu transferi bəlkə də elə biz yayıma gələn günlərdə açıqlana bilər. Bu Ronaldo Cefas'ın adıyla bağlıdır. Yamaykalı futbolçudur. Cefas kimi yazılsa da Cefas kimi okunur. Futbolçunun adı 26 yaş var, 1,79 sm boya malikdir. Hücumun sağ və sol cinahında oynayabilir. Əsas sağ cinahında çıxış edir bu futbolçu. Son klubu futbolçunun Rusiyanın Nijni Novgorod klubu olub. Ankara Gücü klubunda çıxış edib. 2 mövsüm öncə Ankara Gücünə Şkupi klubundan 400 min avroya transfer olunmuşdu və azad agent kimi gedib Rusiyaya. Nijni Novgorod klubunda keçirdiyi 29 oyunda bir gol, 2 asistlə yadda qalıb ki, kifayət qədər zəif göstəricidir. 850 min avro market dəyəri var hal-hazırda. Ancaq Qarabağın bu futbolçuya görə ödəyəcəyi məbləğ təxminən 1 milyon avro kimi göstərilir ki, bu da Qarabağ klubu üçün kifayət qədər yüksək məbləğdir. Ankara Gücü vaxtlarında bu futbolcu çıxış edəndə heç də pis göstərici həyatda qalmamışdı. Son mövsümdə Ankara Gücündə oynayanda 32 oyunda 11 gol, 4 asist həyatda qalmışdı. Ancaq Rusiya Ligası bu futbolçuya belə bir qədər düşməyib. Kifayət qədər çox oyuna çıxıb, 29 oyuna çıxıb, 1 gol, 2 asist son klubunda kifayət qədər çox aşağı göstəricidir. Bəli, aşağı göstəricidir. Artıq futbolçunun Qarabağın Avstriyadakı məşq toplanışına qoşulduğu bildirilir. Bu futbolçunun özəlliklərinə baxsaq, futbolcu çox sürətlidir. Bitiriciliyi zəifdir, amma sürəti çox sürətlidir. Yəni topu götürüb topla uzaqlaşmaq sürəti çox yaxşıdır futbolçunun, dəqiqliyi zəifdir. Bu bizə bir növ kimi xatırladır. Uzubinin sürəti Adayını xatırladır. Aday necə qaçırdısa biz ona başsız atlı qəbul qoymuşduq. Cefas'da da bu var, sürət var, ancaq dəqiqliyi bir qədər zəifdir. O da Zubir kimi. O da Zubir kimi. Ümid edək ki, Qurban Qurbanov bu futbolçunu bitiriciliyini də artıq reyasa salar. Qarabağa daha çox fayda verər bu futbolçu. Yaxın vaxtlarda futbolcunun açıqlanacağı bildirilir. İkinci futbolçu isə Qarabağın adı ilə hallanan futbolçulardan biri Juan Guevara idi. Bu müdafiəçidir.
Bu futbolçunun transferi bir qədər Qarabağ adına alınmadı. Futbolçu son anda bu transferdən imtina edib. Juan Guevara ancaq hələ heç nə bilmir. Juan Guevara kimdir? Fortaleza klubunun futbolçusudur. Transfer dəyəri 1,2 milyon avro olaraq göstərilir. 24 yaşı var, 1,80 m boya malikdir. Mərkəz müdafiəçisi üçün kifayət qədər boyu hündür olmasa da icarə əsasında son mövsümün Fransa 2-ci liqasında Bastia keçirib. Və statistikaya baxsaq, hava mübarizələrinin 65%-də mövsüm boyu qalib ayrılır futbolçu. O qədər də ideal göstərici deyil, amma bütün mövsüm nəzərə almaqla yaxşı faiz göstəricisi də 65%. Futbolçuya Qarabağla paralel Meksikanın Leon, Polşanın Rakov klublarda transfer etmək istəyir. Juan Guevara Qarabağla belə deyək, Qarabağa keçmək istəyir, ancaq son anda digər klubların da bu mübarizəyə girməsi bir qədər Qarabağ planını aksatdı. Ancaq hələ ki heç nə dəqiqləşməyib. Bu futbolçu istənilən bir kluba keçə bilər bu saydığım klublardan. Qarabağ isə bu transferdə bir qədər ehtiyatlı davranır. Çünki biz hamımız bilirik ki, Qarabağda hal-hazırda müdafiənin mərkəzi Ədavi ilə müqavilə uzanıldı, bir də Bəhlul Mustafazadə. Bundan başqa Qarabağın mərkəz müdafiəsində oynayacağı yoxdur, amma Silvanın Qurbanov oynadı. Ancaq Silva da onu göstərdi ki, mərkəz müdafiəçisi kimi etibarlı deyillər. Qarabağın əsas planı 2 mərkəz müdafiəçisi almaqdır. Hansı ki, Avrokubok səviyyəsində. Juan Guevara'nın da transfer dəyərinin 1,2 milyon avro olduğunu bilsək, yəni bu futbolcuya görə çox pul istəyirlər və Qarabağın bir tərəfdə gözü qalıb Joao Goulartda. Yəni Goulartı fikirləşirlər ki, 1,2 milyon, 1,3 milyon avro verincə Goulartı gətirə bilər. Kifayət qədər tarantipli futbolcudur, ancaq Goulartın da Azərbaycana gəlməyəcəyi hələ ki dəqiq bilinmir. Ona görə Qarabağ bu mövqe üçün tələsmək istəmir. Ən azından Rafael biz onu bilirik ki, Qarabağ hazırki müdafiəçilərlə də İslandiyanın Vestri klubunu 100%. Yəni yarım canla belə keçə bilər Qarabağ, amma növbəti mərhələlərdə artıq güclü rəqiblər gəlir. Ancaq müdafiəçi nə qədər tez gəlsə, bir o qədər kluba tez adaptasiya ola bilər. Müdafiənin əsas figuru Kevin Medina klubdan ayrılıb. Ona görə hələ ki bu transfer dəqiqləşməyib. Juan Guevara imtina edib futbolcu Qarabağın keçirindən, ancaq bu transfer hər bir şey ola bilər. Hələ ki Geri dönüş ola bilər. Yəni ümid var. Durum bu vəziyyətdədir. Qarabağdan ayrılmalı olan futbolçular ötən videomuzda demişdik, Leandro Andrade klubdan gələcəkdi, ancaq hələ ki klubdan ayrılmayıb. Ukraynanın Polesiya Jitomir klubu futbolçunu transfer etmək istəyir, ancaq bəzi maddi məsələlərdə razılaşma olmayıb. Bəzi izləyicilərimiz də soruşur ki, bəs Andrade Qarabağın təlim məşq düşərgəsindədir, necə klubdan ayrılmaq istəyir? Onu nəzərinizə çatdıraq ki, futbolçunun müqaviləsi bitənə qədər kluba məxsusdur. Klubla hər bir halda məşq etməlidir, klubla oyuna çıxmalıdır. Çünki transferdə hər bir şey ola bilər. Yəni bu Qarabağ futbolçudursa, klubla bir yerdə məşq etməlidir. Yəni futbolçu ayrılacaq deyə gedib evdə oturmur. Belə bir şey yox. Yəni gedən futbolçular olur, onlarda maaşında kəsintilər olur. Məsələn, klub UEFA-ya şikayət edə bilər, futbolçunu ya UEFA, futbolçu UEFA-ya şikayət edir. Yəni transfer məsələlərində belə bir hallar var. Andrade hələ ki klubladır. Qarabağa istənilən məbləği ödəsələr, futbolçunu Qarabağ satacaq. Çünki Andrade özü də bildirib ki, Argentina mənə klub tapın və Azərbaycan liqasına çıxış edən hal-hazırda ən dəyərli futbolçulardan biridir. 3,5 milyon avro transfer dəyəri var idi. Ancaq müqaviləsinin bitməsinə bir il qaldığına görə Qarabağ bu futbolçunu 1-2 milyon civarında olan bir məbləğə saxlasılar. Və digər bir xəbər Elvin Cəfərquliyevin adına bağlıdır. Elvin Cəfərquliyev də komanda ilə birgə Avstriyadakı təlim məşq toplanışındadır. Bir qədər gözlənilməz oldu bir çox futbol azarkeşləri üçün. Çünki Elvin Qarabağla bütün bağları qoparmışdı. Amma yenə də burada müqavilə məsələsi var və bu futbolçunu istənilən vaxtı UEFA-ya şikayət etsə Qarabağ futbolçunu böyük cəzalar gözləyə bilər və Qarabağ futbolçunu satmaq üçün Elvin formda olmalıdır. Mütləq şəkildə ona görə Elvin də klubla birgə Avstriya təlim məşq toplanışındadır və Azərbaycanda son mövsümü işləmiş, hal-hazırda Partizan klubunun baş məşqçisi olan Saşa İliç də Elvin haqqında maraqlı fikirlər səsləndirib, bildirib ki, Elvin kimi bir futbolçunu məncə hər bir baş məşqçi klubunda görmək istəyir. Elvin haqqında təriflər yapılır, bir sürü
komandası. Amma Partizanın hal-hazırki maddi gücü məncə Qarabağdan elmini alacaq səviyyədə deyil. Belə Qarabağ haqqında Rafael davam etmək istəyərdim. Qarabağda çıxış edən bir futbolçuya da xarici klubların birindən təklif var. Bu kimdir? Camilo Duran'dır. Scottish News saytının verdiyi məlumata görə artıq Şotlandiyada təxminən 3-4 xəbər saytı bunu paylaşıb, rəsmi təsdiq olunub. Qurban Qurbanov müsahibəsində də bildirib ki, futbolçuya bəli təkliflər var, amma o demək deyil ki, Duran bizdən ayrılacaq. Sərfəli təkliflər gələrsə nəzərdən keçirmək olar. Camilo Duran'a görə Celtic klubunun son Şotlandiya çempionunu, son oyunda çempion oldular. Qarabağa 2 milyon funt sterling təklifi var. Təxminən 4 milyon manat. Manatla desək bəli o qədər. Avronun isə 2,4 milyon avro təklif edildiyi bildirilir. Scottish News saytının verdiyi xəbərdir. Məncə Qarabağ bu məbləğə yox, təxminən 3-4 milyon avro civarında futbolçunu buraxa bilər. Əlbəttə ki, çox ucuz qiymət almışlar Camilo Duran'ı. Qarabağın transfer uğuru ötən mövsüm üçün uğuru ilə Camilo Duran'ı saymaq olar. Camilo Duran məncə futbolçunun özü tərəfə gedə bilər Celtic'ə. Getmək də istəyər məncə. Bəli, çünki son Çempionlar Liqasında 5 gol, 2 asist səhv etmişdi. Artıq bir mövsüm üçün Camilo Duran özü də bildirmişdi ki, yaşaya biləcəyim ən gözəl hissləri yaşadım. Düz Azərbaycan çempionu olmadı, ancaq Çempionlar Liqasında 5 gol vurmaq nəyə desəz dəyərdir. Böyük ehtimalla məbləğdə razılaşsa Camilo Duran Qarabağdan ayrılacaq. Ziya, Qarabağ haqqında xəbərlərin bitdisə, keçən də digər böyük klubumuz olan Neftçiyə bilirik ki, Neftçi dayanmır. Hal-hazırda transfer ardıcan transferlər edir. Buyur, söz səndədir. Bəli, Rafael, keçək Neftçiyə. Dünən Neftçi haqqında gecə saatlarında bir paylaşımımız oldu bizim Instagram səhifəmizdə. Yeni bir transfer idi və o transfer radarında daşalamaq istəyirəm. Bu arada yenilik xəbərlərdən vaxtında daha tez xəbərdar olmaq istəyirsinizsə, transferlərdən Footcast TV Instagram səhifəmizdə izləyin ki, daha tez anlıq xəbərləri orada paylaşa bilərik. Dün hələ gecə paylaşmışdıq ilk olaraq ki, Neftçi Ludomir Tuktan'ı transfer edir. Kimdir Ludomir Tukta? 28 yaşı var. Neftçinin yeni transferi olacaq. Futbolçunun 550 min transfer dəyəri var. Son klubu Yunanistanın Ayol Laris olub. İtalya'da Verona'da oynayıb, Ascoli'de oynayıb, Pescara'da oynayıb, Polşa'da Lodz klubunda oynayıb, Wisla'da oynayıb. Yəni kifayət qədər zəngin karyeraya malik bir futbolcu 28 yaşa görə və əsas üstünlük əlbəttə ki, Slovakiya millisinin üzvü olmasıdır, milli futbolçudur və Avro 2024-də bu futbolçu Slovakiya millisinin heyətində olub və hətta bir oyunda da çıxış edib bu futbolçu. Larisa'nın heyətində 39 oyun keçirib son mövsüm. 9 gol vurub, 2 asist həyatda qalıb. Bəzi izləyicilər yazırdılar ki, kifayət qədər məhsuldar bir futbolçu deyil. Bu futbolçu hücumçu deyil. Hücuma meyilli, yarım müdafiəçidir, cinahlarda oynayır və son mövsümdə 39 oyuna çıxmağı kifayət qədər əla bir göstərici. Bu deməkdir ki, futbolçu mövsümü zədəsiz keçirib, 9 gol vurub, 2 asist həyatda qalıb. Mənim fikrimcə bu transfer Neftçidə uğurlu olacaq. Və transferlərdə son zaman həmişə üstünlük verilən transferlərdən biri də milli komandanın oyuncusu olmasıdır. Milli komandanın da bu futbolçu üzvüdür. Ümid edirik ki, Neftçidə həm Avropa kuboklarda, həm çempionatda Ludomir Tukta yaxından kömək edəcək. Və Neftçi azarkeşlərinin 4 gözlə gözlədiyi transferlərdən biri də Freddy Vargas'ın adı ilə bağlıdır. Son mövsümü icarə əsasında Freddy Vargas Neftçidə keçirmişdi. Və Netanya klubuna, Maccabi Netanya klubuna transfer etmək üçün İsrail klubu bir addım da geri çəkilir. Bildirirlər ki, müqavilədə olan 800 min avronu verin, futbolçunu alın. Neftçi tərəfi isə bunu ödəməkdə istilaşmır. Məbləğ azalmayacaqsa, Neftçi bu transferi bitirmək istəmir. Böyük ehtimalla Netanya klubu keçən deyirlər, öz qoyduqları şərt budur. Ödəməyəcəksə biz sizə Vargas'ı verməyəcəyik, amma məncə Vargas Neftçidə qalsa daha yaxşı olar. Uğurlarına gücünə güc ata bilər. Digər bir xəbər isə Rafael məncə Neftçi azarkeşlərini sevindirəcək. Bu baş məşqçinin adı ilə bağlıdır. Yuri Vernidub bu xəbəri bu arada ilk dəfə olaraq səsləndirilir. Hələ ki heç kim paylaşmayıb. Yuri Vernidub Neftçi ilə 2 illik müqavilə imzalayacaq. Rəhbərlik Vernidubdan razıdır. Vernidub da gələndən sonra çox inanmırdı ki, bəlkə də müdaxilələr ola bilər, amma artıq
görür ki, bütün hər bir şey Vermidubun Səlahiyyətində. səlahiyyətləri tam veriblər. Transferlərdə özünün rolu var və artıq görür ki, klubda futbol baxımından bu adam klubu idarə edir. Ona görə artıq Neftçi də 2 illik müqavilədə imzalamaq istəyir. Məncə bu transfer, yaxşı xəbərdir. bu xəbər Neftçi əməkdaşları üçün transferlərdən daha çox sevindirici xəbər olmalıdır. Və digər bir xəbər Neftçi adı ilə bağlı, Basalo Sambunun adı ilə bağlıdır. 30 iyunda Neftçi ilə artıq müqaviləsi tam olaraq bitir, sayılı günlər qalır. Basalo Sambu hələ də klubla bir yerdə məşqlərə çıxır, amma hələ ki dəqiq bilinmir klubda qalacaq yoxsa yox. Turantovuzda agent vasitəsilə təklif olunmuş bu futbolçu. Amma Turantovuzun Avropalıqlardan iştirak etməsi və Basalo Sambunun da aylıq maaşı kifayət qədər yüksəkdir. Turan bu transferi istəmədi. Hər iki Neftçiləri. Neftçi Vermidubun cavabından çox şey asılıdır. Vermidub desə ki, saxlayacaqlar. Desə ki, yox, yola salın, Basalo Sambu klubdan ayrılarlar. Rafael, Neftçi haqqında digər bir xəbər də bəzi futbolçular Neftçinin adına yazırlar. Bunlardan biri Denzel Jubitana və Pedro Marquezdir ki, klubla maraqlandım. Klubdan bildirilən məlumata görə bu futbolçuların heç biri ilə danışıqlar, ümumiyyətlə görüşmələr aparılmayıb. Yəni, bu futbolçular Neftçiyə keçməyəcək. Klubdan verilən açıqlamadır bu. Maraqlıdır ki, ümumiyyətlə yəni ki, bu xəbərləri hardan çıxarıb necə yazırlar. Və Neftçi haqqında bu qədər. Bu arada elə Neftçini bitirmişkən onu da bildirim ki, biz videonu çəkən zaman artıq Ronaldo Cephas transferini Qarabağ rəsmi şəkildə açıqladı. Gecikdik Rafael. Biraz gecikdik. Yəni, artıq 6-cı futbolçusu oldu və Qarabağ bundan sonra 2 futbolçu transfer edəcək. 2 futbolçu da bitirəcəklər işi. Ən azı yox elə. Fürsət transferi olmasa Qarabağ... Birdən kimsə getsə, Duran getsə... Ola bilər, amma hal-hazırda Qarabağın 2 transferi vacibdir və onlar transfer olunacaq mərkəz müdafiəsinə. Artıq digər futbolçular haqqında da gedərlərsə yerlərinə əlbəttə ki, olacaqlar. Və növbəti transfer xəbərim Salif Usumanın adı ilə bağlıdır. Bir çox mənbələrdə qeyd olunur ki, Malmö klubu bu futbolçunun oyununa razı deyil və icarəyə vermişlər bu futbolçunu və Salif Usuma özü də klubda xoşbəxt deyil və Azərbaycana qayıtmaq variantı ola bilər. Maraqlıdır ki, bu futbolçunun kim transfer edib maaşını ödəyəcək. Yəni, Azərbaycana qayıtsa maraqlı olar məncə Salif Usuma. Amma ucuz qiymətə də gəlməzsiniz ya. Əlbəttə ki, onu ucuz qiymətə satmayacaq, amma əgər gözdən çıxarıblarsa futbolçunu aşağı qiymətə də sata bilərlər. Zirə klubu haqqında transfer xəbər vermək istəyərdim Rafael. Zirə klubu Nasim Azavuzi transferini bitirə bilər. Kimdir bu Nasim? Mərakeşli futbolçudur, hücumçudur. 20 yaşı var və klubu ilə müqaviləsi bitib. Anderlecht U23 yığmasında oynayıb son mövsümü. Ümumiyyətlə, maraqlı bir futbolçudur. Mərakeş futbolu biz bilirik ki, hal-hazırda çox yüksək səviyyəyə qalxıb. Son 6-7 ildə ölkə səviyyəsində yüksək səviyyələrə qalxıb. Bu futbolçu 16 yaşa kimi Belçika millisinin yığmalarında oynayıb. 14, 15, 16 yaşlı yığmalarda və 2 ildir Mərakeş millisində oynayır. 18 və 19 yaşlı illərdə. Zirə bəlkə də fikirləşir ki, Salif Usumada etdiyini bu futbolçu da edə bilər. Yəni, 1 il oynadı, futbolçuya şans versə və 1 milyon və 1 milyondan artıq qiymətə sata bilər. Mən kimcə, yəni, milli çempionatımızda bu tipli futbolçular az olur. Yəni, mən fikirləşən Mərakeşli futbolçuları barmaqla sayılacaq qədər futbolçu olub. Maraqlı bir transfer ola bilər. Görək Zirə nə edəcək. Zirə isə daha bir transferi açıqladı. Ayxan Hüseynov Turan klubundan Zirə klubuna keçdi. Ümumiyyətlə, Avropa vəsiqənin qazanmasını deyil, Zirə qazanmadı. Zirənin bəxtinə gəldi artıq. Çıxdı ki, sən Avropa klublara gedəcəksən. Nəşə Sadıqov da açıqlama vermişdi ki, hətta bir ara düşünürdü ki, Avropa klublardan imtina edə, əlbəttə ki, bu olmaz, UEFA bu cəzalandıra bilər. Yəni, Zirə heç kim haqqına məcbur, yəni Turanın haqqı idi, Turandan cəza səbəbindən alındı, növbəti pillə Zirənin indi. Zirə də yəni pillərini tutduğuna görə Avropa klublara vəsiqə qazandı. Rafael, Zirədən danışmışkən, Zirə bir transferi açıqladı. Portuqaliyalı yarım müdafiəçi idi. Vierini adı ilə qısa adı, Da Silva Tavares Vieira adı Vierini adı ilə tanınır. 2 illik müqavilə imzalanan futbolçu ilə
29 yaşı var, mərkəz yarım müdafiəçisidir və son klubu Olympiakos Nikosya olub. İki klubunda çıxış edib. Bundan əvvəl isə Portuqaliyada Feyrense və Eramarın heyətində oynayan bu futbolçu. Ümumiyyətlə Portuqaliya liqasına çıxış edən futbolçular çempionatımıza daha tez adaptasiya olurlar. Artıq bunun dəfələrlə biz misalını izləmişik. Və Zira haqqında bu qədər. Digər bir xəbərim Şəfa klubu haqqındadır. Ümumiyyətlə Şəfa Premyer Liqa vəsiyə qazananda hər kəs fikirləşirdi ki, bir çox xəbərlər də yayılmışdı ki, əcnəbi futbolçu olmayacaq. Bəli, ancaq yerli futbolçu olacaq. Ancaq Şəfa əcnəbi ilk transferini edib, Muhammed Medfaini ilə 100/1 illik müqavilə imzalanır. 27 yaşı var yarım müdafiəçinin, 200 min avro transfer dəyəri var. Olimpik Şarleroi klubunda çıxış edib son mövsümün futbolçu. 24 oyuna 4 gol, 1 asist həyatda qalıb. Digər xəbər Araz Naxçıvan adı ilə bağlıdır. Araz Naxçıvan Kolumbiyalı yarım müdafiəçi Alejandro Herrera'nı transfer edib. 21 yaşı var bu futbolçunun və artıq Xorvatiya futbolçusundan sonra ikinci əcnəbi futbolçudur. Danikan klubunda oynayıb, San Cristóbal klubunda çıxış edib bu futbolçu son mövsümü. Araz Naxçıvan klubunda da bu futbolçu uğurlar arzu edirik. Və Qəbələ haqqında danışmaq istəyərdim. Qəbələ klubu Qəbələdən ayrılan Domi Massumo son mövsümdə yaxşı keçirmiş əslində. Artıq Qəbələ ilə maaş məsələsində razılaşa bilmədi. Domi digər bir ölkə klubuna keçib. Bu Ermənistanın Alaşkert klubudur. Alaşkert klubundan transfer olunub. Və Araz Naxçıvandan ayrılan Felipe Santos köhnə klubu olan Qəbələyə qayıda bilər. Ümumiyyətlə, bu futbolçular klublardan ayrılmaq məsələsi maaş məsələsinə görə olur. Felipe Santos bilir ki, son mövsümün ikinci yarısında futbolçu oynamaq istəmir, özünü qoymuşdu zədəliyə. Amma burada əsas məsələ Araz Naxçıvanda digər futbolçuların çox maaş alması idi. Hansı ki, Patrick Andrade, Charles Boli, Simakala kimi futbolçular Felipe Santos'dan çox maaş alırdılar. Və Felipe Santos təxmin onların aldığı maaşın yarısını da alırdı. 40-45%'ni alırdı. Ona görə futbolçu mövsümün ikinci yarısında özünü zədəliyə qoydu, çıxmadı oyunlara və maaş məsələsinə görə klubdan ayrıldı, həvəslə oynamırdı və Qəbələ klubu ilə maaş məsələsində razılaşsalar, Felipe Santos Azərbaycandan çıxmaq istəmir, öyrəşirlər bura. Bəli. Bir həyat qruplarında maaş da normal verilsə qala bilərlər əlbəttə ki. Və digər bir xəbərim Mehdi Cənnatovla bağlıdır. Mehdi Cənnatov isə Sabah klubuna keçib, ikinci divizyonda, birinci divizyonda çıxış edəcək bir futbolçu. Sabah klubları üçün təqdim edəcək. Və Rafael, bu qədər transfer xəbərlərini bitiririk. Sənin sözün var. Dostlar, ilk öncə kanalımıza abunə olmağı unutmayın, videonu bəyənin, öz fikirlərinizi aşağıdakı şərh bölməsində bizimlə yazın. Hər həftə yeni xəbərlər olacaq, zaten Ziya sizin qarşınızda olacaq. Bütün yayı Ziya Əskərovla bir yerdə transfer radarını izləməyi unutmayın. Transferləri Ziyadan öyrənin. Sağ olun və salamat qalın. Gələn həftənin 6-cı günü görüşənədək. Hələlik. Abunə olun. Bəli.